Qarpıza qarşı zorakılıq. Qulaqlarınıza inanmayacaqsınız, amma 2026-cı ildə şəhərin mərkəzində marketdə qarpızı şilləliyən insanın biz yanındayıq və hal-hazırda ondan soruşacağıq. Mənim utanırsınız? Nədən utanıram qardaş? Necə nədən utanıram? 2026-cı ildə siz qarpızı şillələmisiniz və ona qarşı zorakılıq tətbiq eləmisiniz. Başınız xarabdır. Mən bunu şilləliyib baxmalıyam da. Görün bu yetişib yoxsa yetişməyib. Şilləliyib baxmalıyam. Bu nə düşüncədə bir insandır? Necə şillələməliyəm? Biz dədə babadan belə görmüşük də. Qarpızı şilləliyirsən. Bəlkə onun içi ağdır. Mən bunu bilməliyəm ya yox. Qarpızın içi ağdır. Bax bu bir statdır. Əziz dostlar, biz hal-hazırda zərər çəkmişlə əlaqə saxlayacağıq. Bir dəqiqə. Biz bezmişik. Bu cəmaət gedir gəlir ancaq bizi şillələyir. Bir dəfə görmədik ki, kimsə yemişi şillələsin, kimsə bananı şillələsin. Biz bir qarpız cəmiyyəti olaraq xahiş edirik, bizim məsələmizə baxılsın. Zəhmət olsun, stop. Yazıq qarpızlar. Ölkə olaraq sizi dinləyirik. Qarpızı belə doğrayıb yemək okeydir, amma şillələmək olmaz hə? Xeyr. Heç də mən buradan üzümü tuturam bütün qarpızlara və onlardan üzr istəyirəm. Bir daha mən onları şillələməyəcəm. Bundan sonra intuisiyan alacağım qarpızı. Yəni nə çıxar. Bu arada bildirim ki, zərər çəkmiş üzrlə kifayətlənmir və bildirir ki, siz onu vurduğu kimi o da sizi vurmalıdır. Başınız xarabdır sizin. Nə danışırsan sən? Vurmuşam da la. Buna nə deyirsiniz bəs?